Yaxşı məhsuldarlıq əldə etmək istəyən fermerlər son dövrlər heyvandarlıq təsərrüfatlarında süni mayalandırmadan istifadə etməyə daha çox diqqət göstərməyə başlayıblar. İqtisadi cəhətdən əlverişli hesab edilən bu üsula maraq ölkə başçısının müvafiq sərəncamından sonra daha da artdı. Sərəncama əsasən süni mayalandırmadan əldə olunan hər baş buzova görə fermerlərə 100 manat məbləğində subsidiya veriləcək. Artıq digər bölgələrdə olduğu kimi Lənkəranda da subsidiyaların verilməsi həyata keçirilir. Yenicə yola saldığımız 2016-cı ildə Lənkəranın heyvandarlıq təsərrüfatlarında 1142 baş inək yüksək məhsuldar toxumlarla mayalandırılıb. Masallıda bu rəqəm 1546, Astarada 1147, Lerişdə isə 539-dur. Ümumilikdə 2016-cı ildə bölgədə 4500-ə qədər heyvan mayalanmışdır, 2300 başa qədər isə bala alınmışdır. Süni mayalandırma texnikləri tərəfindən bu gün fermerlərin istəyinə uyğun olaraq südlü ətli, ətli südlü və südlü istiqamətli toxumlar təklif olunur. Bu tendensiya getdikcə artan xətt üzrə davam edərsə, bölgədə heyvandarlıqdan yaxşı nəticələr əldə edilə bilər. Təsərrüfatında süni mayalanmaya diqqət yetirən fermerlər də əldə olunan cins inəklərin daha məhsuldar olduğunu bildirir. Lakin bu heyvanların qidalanması xüsusi diqqət tələb edir. 6 kilo ona kəpək qarşı yem verəsə, məsələn 8 kiloda quru ot verəsən ki ona, həmin yem vacibsə süd ala bilərsən onda. Yeri inək verir, məsələn 3 litr, 4 litrsi, cins inək verər 8 litr, 10 litr süd verir. Artıq 2016-cı il ərzində süni mayalandırma aparılan təsərrüfatlarda əldə olunan buzovlara görə subsidiyaların verilməsinə başlanılıb. Lənkəran rayonunda, Oxtiyar rayonunda 40 nəfər vətəndaşa, yəni alınan 40 baş buzova 4000 manat miqdarında vətəndaşa subsidiya verilmişdir. Eyni zamanda bunu Astara rayonunda 50 başa və Masallı rayonunda 55 nəfər vətəndaşa subsidiya artıq verilmişdir. 2016-cı ilin noyabr və dekabr aylarında əldə olunan buzovlara aid məlumatlar da artıq toplanıb və yaxın günlərdə sahiblərdən subsidiyalar veriləcək. Bununla da Cənub bölgəsində 2016-cı il üzrə ümumilikdə 472 baş buzova görə subsidiya ödəniləcək. Şübhəsiz ki, bu tədbirlər həm də məhsuldarlığın yüksəlməsinə, ölkədə mal əti və südə olan tələbatın ödənməsinə öz təsirini göstərəcək. Məhəmməd Rzayev, Farid Əliyev, Lənkəran.